Bir nəfər yazıb ki, Pərviz, hələ ki meyxananı dərindən öyrən, soram nəsə düşün. Mən it olub uluyaram, onu yazan meyxana xəbəri varsa. Hərəkət haqqı. Pərviz. Bu neydir ama? Ay Pinhan, bir şey soruşum səndən. Deyirəm, sən niyə gəlmədin bizlə? Orxan Cüqay məni belə muğamla başa düşürlər də. Mən... Ne var mı yok elə Pərvizdən. Necəsən, ne var mı yok sana? Pərviz. Bax. Hə. Hə. Doğuşda ne var mı yok? Deyirəm, haçan gələsən bura? Eyvah. Qarışıda. Ona öyrətirsin. Qobaş, sən gül kimi əslində işin var ya, sən niyə incirsən özü Pinhan bəy gəlib oxumaqdır? Valla, parodiya bilirsən, valla. Maşallah, bu qəşəng eləyə bilərsən, elə şeylər. Bir də bir şey soruşum, Qobaş, səndən. Sən oxuyanda, o nə pirdə elə, interesi bir şey eləysən. Hə? Böyle əlim bir qalxır. Nə O bax, mən... Ay Pərviz, sən mən də. Parmağımın ucunda gəl. Çox xahiş edim, mən onu çıxardım. Çox xahiş edim, onu